Dediyin kimi, yəni rəhbərlərə daha çox aşılanan bacarıqlar, komandanı necə idarə etmək olar, iş bölgüsü necə olar, yəni iş fokuslu daha çox bölgülərdir. Yəni daha çox aşılanan biliklər bunlardır. Ancaq müasir tələblər bunlar deyil. Bəs belə bir yanaşma Patrick Lencioni yəqin ki tanıyırsan, Amerikalı yazıçı. Onun bir yanaşması var, First Team, birinci komanda adı yanaşması. Bu yanaşmaya görə bəs necə, yəni doğrudan da bu yanaşmanı tətbiq edə bilirikmi biz? Yəni həm Azərbaycan reallıqlarından danışaq, həm də beynəlxalq digər şirkətlərdə. Yəni komanda doğrudan da birincidirmi, yoxsa sadəcə bu sözdə deyilən bir formal olan bir sözdür? Sən də mənim subyektiv fikrimi soruşursan, düzdürmü? Həm subyektiv, həm də qiymətləndirdin, təhlil elədin. Əmək bazarında vəziyyət necədir? Ürəkacan deyil, açıq sən deyim. Yəni belə reallıqdan biraz danışaq da. Optimist insanam özüm. İnanıram ki, düzələcək, amma faktiki olaraq hal-hazırda elə deyil. Və bilirsən nəyə görə elə deyil? Bayaq ona görə danışdıq ki, bir çox şirkətlər onlar bu quruluşa daha çox mexanizm kimi baxırlar və əməkdaşlara da bir bolt wind kimi baxırlar da. Bu sıradan çıxdı, harda doğru? Başqa bir zirzəmidən hardansa o rəfdən bir dənəsini də götürür, yerinə qoyur, sıxır, deyir, hə, iş getdi. Elə deyil. İndiki istiqamətlər bizi öyrədir ki, orqanizmdir bu yanaşma. Yəni ki, şirkət, qurum, insanlar arasında bu kommunikasiya və biznesin formalaşması bir orqanizmdir. Sən, məsəl üçün, sənin qaraciyərin stroydan çıxırsa, sən onu düzəltməlisən, sən onu kəsib yenisini qoya bilmirsən. Məsəl üçün, qaraciyərin timsalında 100% onu bilirəm. Məsəl üçün, böyrəkdir, digərləridir, transplantasiya və s. və ola bilər. Amma çalış ona əl atma da, bu son bir qərardır, versiyadır da. Sən bir keç ona müayinə ilə, bax gör problem hardadır. Bəlkə sənin məsəl üçün belində ağrı verən məsələ tutalım, onurğa ilə bağlı deyil. Bəlkə oturub çox fikir eləyirsən ona görə. Məsələ rəy alaxır.